2026-cı ilin ilk videosu ilə qarşınızdayam. Yəqin ki, bu il üçün hər birinizin hədəfləri və arzuları var. Hansı ki, vision boardlar və yaxud da Azərbaycanca desə hədəf taxtalarına hər kəs öz arzularını, öz istəklərini qeyd edərək 2026-ya daxil olublar. 2026 üçün mənim də öz hədəfim var. Mənim də hədəflərimdən biri kanalın 1000 abunəyə çatmasıdır. Elə ona görə həmən videonu dayandıraq və kanala abunə olaq. Təbii ki, məcburiyyət deyil bu. Həmçinin videonu bəyənsəz, like etmə düyməsini də vura bilərsiniz. Elə isə indi videoya keçək. Hətta səmimi desəm, öz əsas gördüyüm işdə mənim müdürümün mənə yönəltdiyi bir tənqid var idi ki, mən özüm 2 universitet bitirmişəm, amma sənin videolarını anlamaqda çətinlik çəkirəm. Mən çətinlik çəkirəmsə, sadə şəxslər, yəni sadə dediyim, universitet bitirməyən və yaxud da kifayət qədər ali savadı olmayan şəxslər sənin videolarında nə danışdığını anlamayacaqlar. Bu tənqid əslində məndə yeni kontenti yaratmağa səbəb oldu. Buradan öz minnətdarlığımı bildirirəm təbii ki. Və kontentimizin adı hər kəs üçün fəlsəfədir. Ayxan, zəhmət olmasa bura qeyd eləyərsən. Hər kəs üçün fəlsəfə deyəndə nəyi nəzərdə tuturuq? Yəni hər bir şəxsin fəlsəfə ilə əlaqəsi olmayan və yaxud da həyatında ilk dəfə fəlsəfəni eşidən insanlar üçün fəlsəfə nədir və fəlsəfə onların marağını çəkə bilərmi? Buna çalışacağam. Təbii ki, bir daha qeyd edeyim, təkrar qeyd edəcəm. Daha izah etməyə, daha asan izah etməyə və hər kəs üçün olacağına söz vermirəm, amma bunu etməyə əlimdən gəldiyi qədər cəhd edəcəm. Təbii ki, bu izahımda fəlsəfəni izah etmək üçün çalışdığım qədər fəlsəfədən istifadə eləməyəcəm. Çünki bu mənim öz kontentimə zidd olar. Daha çox gündəlik işdə və gündəlik həyatımızda rast gəldiyimiz nümunələr üzərindən daha sadə formada izah edəcəm ki, məhz fəlsəfə bizə niyə lazımdır və ümumiyyətlə fəlsəfə nədir? Düşünün ki, gözlərinizi açırsınız və bir meşədə uzandığınızı görürsünüz. İlk olaraq etdiyiniz davranış yəqin ki, ayağa qalxmaq və ətrafınızı müşahidə etmək olardı. Bu müşahidədən sonra verəcəyiniz təməl suallar var. Mən kiməm? Mən niyə buradayam? Tam olaraq ətrafda gördüklərim nədir? Bu kimi suallar müşahidədən sonra yaranan ilkin təməl suallardır. Təbii ki, mən belə hallara rastlaşmamışam. Bu sadəcə ilkin fərziyyələrdir və yaxud da mənim təxminlərimdir. Məhz müşahidə etmək və öz ətrafımı tanımaq üçün verdiyim ilkin suallar elə fəlsəfə etməyin özüdür. Daha sonra yenə də meşəyə qayıdaq. Biz ətrafımızı müşahidə edirik və ətrafımızda olan bitəni, yəni olanları, hansı ki burada ağaclar görürük və yaxud da burada bitkilər, hərəkət edən canlılar görürük. Niyə hərəkət edən? Çünki mən ətraf aləmi unutmuşam. Düşünün ki, sıfırlanmışıq beynimiz və sadəcə düşünə bilirik. Bu zaman sadəcə görəcəklərim bunlardan ibarət olacaq və bu səfər daha fərqli suallar verməyə başlayıram. Əslində mən deyiləm. Və yaxud da bu gördüyüm əslində yuxudur. Və yaxud da beynim mənə xətalı informasiyalar ötürür. Yəni mən burada nə edirəm? Artıq ilkin təməldə verdiyim suallar, yəni mən kiməm, bura haradır, yəni ətraf mühit olaraq mənim gördüyüm ətrafım nədir? Bu suallarım daha sonra çevrilir bu suallara ki, mən deyiləm və gördüyüm əslində yuxudur. Və bir növ bu suallar artıq bu suallara çevrildi. Yəni mən nə eləmiş oldum? İlk növbədə etdiyim müşahidəmi, verdiyim sualları çevirdim şübhəyə və bu sualların özünü də sorğulamağa başladım. Yəni bu ümumi verdiyim proses, ümumi verdiyim izah əslində fəlsəfənin nə olduğunu müəyyən bir hekayəli şəkildə izah etdi. Amma bunu bir tərif formasında demək istəsək, təxminən bu formada tərif yaza bilərik. Bunu da buradan yazsaq daha aydın olar izləyicilərimiz üçün. Fəlsəfə öz ətrafını anlamaq üçün, başa düşmək üçün verdiyimiz suallar və bu sualların özünü də sorğulayan düşüncə sistemidir. Yəqin ki, bura qədər və həmçinin bu verdiyim tərifdən fəlsəfəni ilk dəfə eşidən bir şəxs də fəlsəfənin nə olduğunu tam olaraq anladı. Amma burada mənə bəzi tənqidlər gələ bilər, bəzi suallar gələ bilər ki, niyə görə burada dünya və kainat sözünü işlətmədin, ətraf aləm sözünü işlətdin? Açıqlayım bunu. Çünki mən öz yaddaşımı itirsəm və ya düşünün ki, mən bir ilk insanam və yaxud da ilk insana bənzər meymunam. Mən dünya və kainat anlayışlarına sahib deyiləm, amma öz ətrafım anlayışına sahibəm. Yəni mən dünya kainat haqqında bilməsəm belə öz ətrafımı müşahidə etmə bacarığına sahib olacağam. Buna görə də dünya və kainat yerinə öz ətrafımı, bu kəlməni işlətmək əslində fəlsəfəni daha təməl, daha sadə, ilkin formaya çevirir. Təbii ki, fəlsəfənin nə olduğunu bildik, amma gəlin
fəlsəfənin nə olmadığına da baxaq. Yəni bu suala cavablandırmaq üçün toplumda və cəmiyyətdə verilən fəlsəfə eşidəndə ilk ağla gələn reaksiyalar və sualları səsləndirəcəm və bunlara cavab verməyə çalışacağam ki, fəlsəfənin nə olmadığına baxaq. Birinci cavab, fəlsəfə söz yığınıdır və hər bir şəxsin subyektiv fikridir. Əlbəttə, burada razılaşmamaq əldə deyil. Çünki söz yığını olan fəlsəfi mətnlər mövcuddur. Hansı ki, burada ad çəkməyəcəm, amma məni tanıyanlar və yaxud da ən azından müəyyən qədər məni izləyən şəxslər bilir mən hansı filosoflara söz yığını yazan filosoflar deyirəm. Bəli, belə bir mətnlər var, amma bu mətnlərin nə qədər fəlsəfi mətnlər olduğu müzakirə mövzusudur. Buna görə bu mətnləri qoyuruq kənara. Fəlsəfənin özü, yəni sual verməkdir və bu sualların özünü də sorğulamaqdır. Amma bunu bir sistematik hala salsaq, fəlsəfə varlıq, bilgi, etika, məntiq və s. kimi sahələri öyrənən bir düşüncə sistematikasıdır və bu sahələri öyrənmək söz yığınıdır və yaxud da bu mövzular haqqında danışmaq absurddur deyən bir şəxs əslində bu həyat mənasızdır deyən bir şəxsin fikri ilə eyni düşüncəyə sahibdir kimi düşünürəm mən. Həmçinin fəlsəfədəki bütün fikirlər mütləq formada əsaslandırılmalı və məntiqi olaraq izah edilməlidir. Yəni, mənim bir fəlsəfi iddia, bir fəlsəfi fikir söyləməyim çayxanada hansısa bir şəxsin danışdığı mövzular qədər absurd və yaxud da təməlsiz, sistematik olmayan mövzular deyil. 2. Fəlsəfə lazımsız və boş bir sahədir. Çox təəssüf edərək bu iddianı səsləndirən şəxsə demək istəyirəm ki, bu iddianın özünü sübut eləmək üçün istifadə etdiyin əsaslandırmalar özü fəlsəfi təməl tələb edir. Yəni mən fəlsəfi mənasızdır deyirəmsə, mənim o insana qarşı sual vermə ehtiyacım doğur ki, fəlsəfə niyə gərəksizdir, niyə boşdur? Həmin insan mənə avtomatik olaraq bu iddiasını təməlləndirməlidir. Bu təməlləndirmək üçün də o şəxs yenə də fəlsəfədən istifadə edəcək. Yəni çox paradoksal və gülməli bir şəkildə fəlsəfənin lazımsız olduğunu iddia etməyin özü də fəlsəfədir. Əslində yuxarıda bir də izah etdiyim hissələri yenidən nəzərdən keçirsək, fəlsəfənin niyə görə lazımlı bir sahə olduğunu da anlamış olarıq. Baxın dostlar, biz təbiətin proseslərinin bir hissəsiyik. Yəni bunu bir axar kimi, yəni bir axan çay kimi nəzərə alsaq, biz bu çayın müəyyən bir hissəsi, bir axan qoluyuq və bu axan qolun özündə mütləq şəkildə biz bu təbiətin içində özümüzü var etməliyik, mövcud etməliyik və bu mövcudiyyətin özü ilk olaraq özünü anlamaqdan və öz ətrafını anlamaqdan başlayır. Misal üçün, mən ev heyvanı sahiblənirəmsə, yəqin ki, sahiblənənlər var aranızda və bu videonu izləyənlər arasında da ev heyvanı olan şəxslər var. Həmin şəxslər o ev heyvanının ilkin, ya bu it ola bilər, pişik ola bilər, bu heyvanların ilkin olaraq bu evə girdiyi anda o evi bir türklər demiş, o tur etməsi, yəni evi gəzməsi əslində məsələn insanın da o təbiətdə gəzməsinə bənzərdir. Yəni hər bir canlı növü olduğu mühiti, düşdüyü mühiti araşdırır birinci olaraq. Niyə görə? Çünki təhlükələrdən qaçmaq üçün. Təhlükələrdən niyə qaçır? Çünki həyatda qalmaq üçün, mövcud olmaq üçün. Və ya məsələn başqa nümunə versək, təcrübələrdə istifadə olunan heyvanlar. Bu ola bilər dovşan, bu ola bilər siçan, bu ola bilər göyərçinlər. Bu heyvanlar da ilkin olaraq o təcrübə sahəsinə düşəndə ilkin formada etdikləri həmin sahəni araşdırmaqdır. Çünki orada bir təhlükə ola bilər və bu onun həyatda qalma. Yəni yenə burada həyatda qalma deyəndə prosesin ardıcıl olaraq tamamlanması nəzərdə tutulur. Və yaxud da tamamlanmaması da bir prosesin bir hissəsi nəzərdə tutulur. O prosesin içində mövcud olmaq üçün mütləq şəkildə öz ətrafında olan düşmənləri, burada düşmən deyəndə ona təhdid edə biləcək ünsürləri aradan qaldırmaq üçün öz ətrafını yaxşı tanımalıdır. Və biz özümüzü və öz ətrafımızı yaxşı tanımaq üçün müşahidə etməliyik, sual verməliyik, sorğulamalıyıq. Yəqin ki, mənim podkastlarımı izləyənlər ora gələn qonaqların hər birinin sonda sorğulayın cümləsini eşitiblər bir neçə dəfə və ona görə bunlar önəmli ünsürlərdir və bu önəmli ünsürə, fenomenə sahib olmaq üçün mütləq şəkildə fəlsəfəni araşdırmaq lazımdır. Yəqin ki, siz də mənimlə bu yolda addımlamaq istəyirsinizsə, çünki bu video serisi, yəni hər kəs üçün fəlsəfə seriyası qısa, amma uzun müddətli bir
fəlsəfə seminarı və yaxud da fəlsəfə təlimi kimi düşünə bilərsiniz. Bu seriyadan mənimlə birgə addımlamaq istəyirsinizsə, elə bu videonun şərh hissəsində danışmaq istədiyim mövzuları və yaxud da sizdə ağlınızda olan sualları o şərh hissəsinə yazsaz, növbəti buraxılışlarımızda o mövzulardan danışa bilərik. Özünüzə yaxşı baxın, növbəti videolara qədər.